Dəyərli dostlar, ölkənin bir nömrəli hava səviyyəsi izləyiciləri, son dəqiqə xəbərlərini sizin nəzərinizə çatdırım. Hal-hazırda həm canlıda, həm də səhifə izləyicilərinin nəzərinə çatdırım ki, Respublika ərazisinə xəbərdarlıq olunur, şiddətli küləklər olması ehtimalı var. Respublikamızın əksər bölgələrində, rayonlarımızda və Bakı və Abşeron yarımadasında şiddətli fəsad törədəcək küləklər olacaq və qısa müddətli qasırğalar ola bilər. Hava şəraitinin kəskin şəkildə dəyişilməsi ilə bağlı qasırğalar ola bilər. Soyuq hava şəraiti, isti hava şəraitinin qarşılaşmasına əlaqədar olaraq havanın kəskin dəyişilməsinə bağlı olaraq qısa müddətli qasırğalar ola bilər. Qısa müddətli ki, bir neçə saat da davam edə bilər. Bakı və Abşeron yarımadasında həmçinin küləklər gələcək. Respublikamızın əksər bölgələrində hava şəraiti küləkli olacaq. Bəzi yerlərdə külək öz fəsadını törədə bilər. Hətta olduğunuz ərazidə, rayonunuzda sakit hava şəraiti, baxacaqsınız ki, hava şəraiti sakitdir. Sakit hava şəraitinin ardınca nə olacaq? Baxacaqsınız ki, şiddətli küləklər ani moment başlayır, qasırğalar olur və hər hansı bir fəsadları törənə bilər. Bunu da biləsiniz, diqqətinizə, nəzərinizə çatdırım. Yenilənmiş məlumatlar sizin nəzərinizə hər an çatdıracaq. Bizləri izləməyi unutmayın.